أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وأوفوا بعهد الله إذا عاهدتم ولا تنقضوا الأيمان بعد توكيدها وقد جعلتم الله عليكم كفيلا إن الله يعلم ما تفعلون صدق الله العلي العظيم. İbadallah, usikum ve nefsi bitakvallah. Aziz mümin kardeşler, sizleri bu cuma gününde, bu mübarek günde, Allah'ın evinde, Allah'ın salamıyla salamlayıram. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Ve Allah Teala'dan yegane arzum budur ki cuma günüdür, Perverdigar-ı alem. Ne ki dua ve hacetlerimiz var, onları bizden kabul eyle. İlahi Perverdigar-ı alem bütün dünya Müslümanların hemşe galip karar ver. Perverdigar-ı alem geçen günlerimizde ne hatalar etmişik onları bizim için bağışla. İlahi gelen günlerimizde olan sınavlarımızı her bir Müslüman için ve her birimiz için asan karar ver. İlahi kıyamet gününde senin huzurunda dayananda bizleri xəcaletli eləmə. İlahi muharebe oduyla Müslüman alemini ve Azerbaycanımızı imtihana çekme. İlahi her yerdeki nahaq qan axıdılır, körpə balalar tələf olur. Ya Rabbim Allah, o yerlerde sülhün berqarar olmasında özün kömək ol. İlahi dinimizin keşiğinde durmağı bizim için bize kısmet karar verir. İlahi xəstələrimizə, evlerde, xəstəxanalarda, gurbette olanlara, her yerdeki xəstə var, onlara şifa ver. İlahi herkesin ki ne duası var, hazreti var, onların hayata kesmesinde her birine ve her birimize kömək ol ki. İlahi bu duaları bizden kabul eyle. Muhammed ve Ali Muhammed salavat zikreyle. Bugün sizlerle inşallah mevzumuz insanın Rabbi ile, Haliki ile, Perverdigarı ile ehdidir. Allah Teala ehd barəsində insan ki vefa gösterdi. Yani Kur'an-ı Kerim ve biz insanların dünyaya gelişi, biz insanlar necəyik ve necə olmalıyıq ve bizim əhdimiz Rabbimizlə necə olmalıdır. Əhd elə bir kəlamdır ki sen evvela Rabbi ile öz aranda bağlayırsan. Yani Allah'la məxluqun arasında bağlanan bir əhddir, bir peymandır. Ki Allah Teala bizden əhd bağlayır. Biz de Rabbimizle bir əhd bağlayırıq. Bir de var insanlar öz aralarında bir əhd bağlayırlar. Ama bu əhdə gərək vəfa qılasan. Əhdə vəfa qılmasan insan dinini tanınmamış gibi olar. Herkes ki ne kadar ibadet ve itaatdə olmuş olursa da belə, eğer vəfasızlıq gösterəcəksə, onun ibadet ve itaatinin hiçbir değer ve kıymeti yoktur. Neden bunu deyirik? Kur'an-ı Kerim'in ayelerine esasen. Allah Müteal buyurur ki Nehl suresinin 91. ayesinde ve efu bi ehdillah iza ahadtum. Eğer dir Allah'la ahd peyman bağlamışsınızsa o zaman öz peymanınıza vefa kılın. Müslüman pozma onu. Sana o icazəni vermirəm. Yani vefalı ol. Vefalı olmak təkcə yeterli değil. Ben dilimle dedim ki vefalı ol, ondan sonra ben vefalıyam. Xeyr, ben dilimle şərti odur ki vefanın. Birinci eğer dilimle dedimse bu bir, iqrar ettim ki Perverdigar-ı alem ben özümle senin aranda bu əhdi bağladım. İkinci, bu əhdim için qəlb evinde, öz ürəyimdə onu möhkəmlətməliyəm. Üçüncü en esası bağladığım o vefanı, o əhdi göstermek için əməlimdə, feylimdə onu göstermeliyim. Ki ilahi, ya Rabbim Allah bu çətinlik mənlə üzbəüz geldi ve mən
əhd bağlamışdım səndən, bu bir. Qəlb evimdə onu möhkəmlətdim, o iki. Üçüncü, əməlimdə onu göstərirəm. Əhdi bağlayandan sonra bu o demək deyil, asan bir vaxtlarda mən əhdimlə üst-üstə düşürəm, aram olan bir vaxtlarda, sakit olan bir vaxtlarda, hər şeyin yaxşı olan bir vaxtında, amma əsas əhd Allahla öz aranda, Rəbbi ilə, Xaliqi ilə, bəndənin öz arasında bağladığı əhd çətin günlərdə bağladığım əhd sənlə düz olursun, İlahi Pərverdigar. Məsələn, insanı bu dünyada öz dini ilə, inandığı inancı ilə imtihan oluna bilər insan. Əgər insan dini ilə imtihan olunursa və o susursa ona hansı əhddən söhbət gedir? İnsan ki, dini ilə imtihan olunursa və yaxud da əqidəsi ilə imtihan olunursa, Allah rizası üçün, öz dinində sabit qədəm qalması üçün o da danışmalıdır və əhdini Allahla öz arasında sındırmamalıdır. İlahi, sən şahid ol, mənim imkanım buna çatır və mən öz dinimi qorumaq üçün, əqidəmi qorumaq üçün, namusumu qorumaq üçün bu mücadiləni göstərirəm. İnsan o cür olmalıdır. Əgər o insan onu etmirsə, o müsəlman deyildir. Dildə izhar edir müsəlmanam, amma əməldə onu göstərmirsə və bir fəaliyyəti yoxdursa, bir mücadilə aparmırsa, haqqın yanında olmağın bəyan etmirsə və o bəyanda öz əməli ilə onun yanında deyilsə, bir faydası yoxdur müsəlmanın. Necə olur ki, mən müsəlmanam? Müsəlman olaraq mənə hər bir yerdən, dünyanın hər bir yerindən mən müsəlmanı alçatmaq üçün, mənim dinimi məsxərə etmək üçün və yaxud da inandığım əqidəm haqqında lazım olmayan və yaxud da Allah bəyənməyən və yaxud da ki, böhtan dolu hər bir naqis işləri mənə yükləyərlər, amma mən cavab vermərəm. Necə oldum mən əqidə sahibi? Necə oldum İslamın keşiyində dayanan? Necə oldum mən Allahımla əqdimi bağlamışdım, əhdimi bağlamışdım? Allah müteal da buyurur ki, əhdivə vəfa et, ağlınla vəfa et, elminlə vəfa et, ağılla, elminlə vəfa et, şücaət göstər, insanlıq göstər, mərifət göstər. Allah Teala Qur'anda necə buyurur? İslam və müsəlmanın sifəti necə olmalıdır? İslam və müsəlman o cür olmalısan. O cür Allah Teala ki, Qur'an-ı Kərimdə biz müsəlmanlara qayda və qanunlar qoyur. Müsəlman hər yerdə yaşamasından asılı olmayaraq öz ölkəsinə, öz vətəninə, öz torpağına, öz namusuna və öz dinini tutan olar. Muhammed və Ali Muhammed salavat işlerler. Buyurur, ayənin sonrasında deyir, وَلَا تَنْغُزُ الْاَيْمَانَ بَعْدَ تَوْكِيدِهَا. Sən ki, Rəbbi ilə bağladığın o sazişi deyir, bağlayandan sonra onu pozma ha. وَقَدْ جَعَلْتُمُ اللّٰهَ عَلَيْكُمْ كَف۪يلًا. O zaman ki, götürdüğünüz halda pozmayın. Sən ki, o yükü ki, yəni o əhdi ki, Allahla bağlamasan, sonra deyir ona pozma. İnnallaha ya'lemu ma tef'alun. Və sənin Rəbbin bilirsən nə işdən məşğulsan, nə işin sahibisən. Rəbbin bilir, xəbərdardır. İnnallaha ya'lemu bima ta'malun. Nə işin sahibisən? Seyyid, müsəlman, namaz qılan, oruç tutan, fərq etməz. Allah səni görür və bilir və sənə tapşırır ki, bu cür ol. Bu cür olsan, sən faydalısan cəmiyyətə. Vəfa eşqin yaşamaq üçün Qur'ana müraciət etmək və Qur'anı öyrənmək lazımdır. Vəfa eşqini Allahla yaşamaq üçün Peyğəmbərlərin həyatını bilmək lazımdır, tanımaq lazımdır. Vəfa eşqini tanımaq üçün Muhammed el-Mustafa, Allahümme salli ala Muhammed və ali Muhammed, həyatını bilmək və ondan sonra Əhl-i Beyti, Ali aleyhisselamı, xanım Fatimə-i Zəhra, İmam Həsən və İmam Hüseyn ta 12-ci imama qədər həyat tərzini öyrənmək lazımdır. İlahi, o vəfalı olmaq necədir? Vəfanı göstərmək necədir? Vəfa hansı anlayışdadır? Və sən bizi necə görmək istəyirsən? O cür ki, Peyğəmbərlər göstəriblər özünü, o çətin dönəmlərdə sınaq o zamandır.
Sınaq o zamandır. Həzrəti Əyyub əleyhissalamı sınaq etdi. Nəylə sınaq etdi? Var və dövləti ilə, çox varlı və karlı idi. Bütün var və dövləti əlindən çıxdı. Övladları vardı, qoşa-qoşa övladları vardı, oğlanları vardı. Bütün oğlanları əlindən getdi. Məyər şikayət etdi mi Rəbbinə? Məyər üzünü digər bir qapıya açdı mı? Xeyr. İlahi, mənim etiqadımsan. Mən o ittifaqı ki, o vəfanı ki sənlə bağlamışam, İlahi, hər şey mənim başıma gəlsə, mənim işim səbr etməkdir və sənin yolunda davam etməkdir. Bu misaldır bizim üçün, Qur'an-ı Kərim qoyub. Biz o cür olmalıyıq. Deyir ki, o ki bağladın, sonraki ayədə qəşən buyurur. Nəhl 92-də deyir, və la təkunu kəlləti nəqəzət qəzləha min bə'di quvvətin ənkəthən təttəxizunə əymanakum dəxələ beynəkum ən təkunə ümmətun hiyə ərba min ümmətin. Deyir, ey müsəlmanlar, məbadə, siz o yelbeyin xanım kimi, qoca qarı kimi əvvəl bir ip düzəldər, ipi toplayandan sonra yelbeyin olduğu üçün nə edir? Sonra onu dağıdar. Siz o cür kimi olmayın və siz Allahla və kimlərlənsə əhd bağladınızsa, gördünüz ki, kimlərsə kimlərdən daha çox ərba imkanlıdırsa və imkanınıza görə əhdinizin yerini dəyişməyin, onların imkanına görə hilə işlətməyin deyir. Hilə olmaz. Diqqətli olun deyir. Sonra ayənin davamı var. İnnəmə yəblukumullahu bihi. Əslindədir Allah sizi bu barədə nə edir? Sınayır. Bu imtihan sizin imtihanınızdır. Allah Teala deyir, məbada sınayır ha sizi. Xəbəriniz olsun ha sizin onlardan. Sonra buyurur, وَلِيُبَيِّنَنَّ لَكُمْ يَوْمَ الْقِيَامَةَ مَا كُنْتُمْ فِيهِ تَخْتَلِفُونَ. Allah Teala buyurur ki, və şübhəsizdir qiyamət günü barəsində ixtilaf etdiyiniz şeyi sizin üçün deyir, aydınlığa gətirəcək deyir, aydınlaşdıracaq deyir, bəyan edəcək, yübəyyindir. Allah bəyan edəcək sizin bu əməllərinizi. Siz nə etdiniz, necə etdiniz, necə baş verdi, nə oldu, hansı tərəfdə qərar tutdunuz? Bax, qərarımız mühümdür, əziz mümin qardaşlar. Qərarımız mühümdür. İcazə verməyək digər insanlar, əvvəla özümüz Rəbbimizlə olan bağladığımız o əhdi pozmayaq. Çətinliyə düşəndə ümidsizliyə qapılmayaq. Vəfasız çıxmayaq. Vəfa sərgiləyək Allahla. İlahi, hər bir halımda mən səninləyəm. İlahi, sən mənim üçün nümunələr qoymusan Qur'anda. İlahi, mənim əhl-i beytim mənim üçün yetərlidir. İlahi, İmam Hüseyin məktəbi mənim üçün yetərlidir. İlahi, bu Peyğəmbər ki göndərmişsən mənə, Qur'anı ki ona nazil etmişsən, onun həyat tərzi və ilk ayə ona nazil olandan sonra onun həyatında ona kömək eləyən Xədicə-i Kübranın hansı məqamında idi o insan? Və gəlib Peyğəmbərlə birləşdi. Halbuki Ərəb yarımadasında sayılan, seçilən, ərbab olanlardan biri idi Xədicə-i Kübra və pulu və imkanı vardı. Nəyi seçdi? Allahı və Allah dostunu. Düz, o da Peyğəmbər idi elə və dedi ki, İlahi, sənə xatir mən sənlə əlaqəmi, vəfamı bağlayıram, əhdimi bağlayıram, sənin haqq olan göndərdiyin Peyğəmbərlə hər halındadırsa mən onunla birəm. Son nəfəsimə qədər onunla bir olacağam. Bax, vəfa budur. Vəfa budur. Hətta bilirsiniz, belə bir şey deyək də, imtihan, hər birimiz üçün bir imtihan var. Şeytan bəzən deyir ki, imamlarımızdan da bu hədis, deyir ki, çox dindarları, namaz qılanları, oruç tutanları öz dini ilə deyir, onun yoldan çıxardaram. Çox insanları dinlə bərabər, din adı ilə dindən çıxardaram onu. Məyər baxanda görmürük ki, Kərbalada nə baş verdi? O tərəf dində idi, İslamda idi, şəriəti vardı, namaz qılırdı, ibadət edirdi, Allahı çağırırdı, həcc ziyarətini edirdi. Amma imtihanda əhdini pozdu Rəbbi ilə. Haqqın yanında qərar tutmaq çətin oldu. Bu dünya malı onun ağışına aldı və dünyanı əldə etmək üçün hər bir şeyin müvəqqəti həyatı fəda verdi. Nəyə verdi? Dünya malına. Ki, nəsə
mən aram, sakit yaşayayım. Amma İmam Hüseynin imtihanı neydi? İmam Hüseynin imtihanı insanları, Müslümanları başa salmaq. Ona göre buyurulur ki, ey insan, ömrünün axırına qədər ibadət və itaətli olsan belə və öz aranda Allahla olan o əhdi sən pozsansa, sənin heç bir faydan yoxdur. Yəni, sənin etdiyin əməllər bir bihudədir, bir şey deyil. Ağıllı olmaq lazımdır, təmkinli olmaq lazımdır, səxavətli olmaq lazımdır, imanlı olmaq lazımdır. Əhd ki, bağlamışam Rəbbimlə, çətin olan dəqiqələrdə başımı aşağı, ilahi, ya Rəbbim Allah, mənə kömək ol. İlahi, sənlə bağladığım bu əhdi pozmamaq üçün mənim yanımda ol, ilahi. Bax, bu cür olsaq, əhdimizə layiqli bir bəndə olsaq, nə xoş o müsəlmanın halına, o insan Rəbbi ilə bağladığı əhdə müqaviləsinə sadiq ola, ilahi. Bizi də o sadiq olanlardan qərar ver. Buyurur Nəhl 94'te və la təttəxizu eymanakum dəxələ beynəkum deyir, andlarınızı deyir, andlarınızı və la təttəxizu eymanakum dəxələ beynəkum, andlarınızı öz aranızda deyir, fəsad və hilə üzərində deyir, fəsad və hilə alətinə deyir, çevirməyin. Bəzən insan müsəlmanla and içir, deyir, andlarınızı Allah buyurur, Allah Teala buyurur ki, məbadə andlarınızı fəsad və hilə alətinə çevirməyin ha həyatda. Olmaz ha, müsəlman namaz qılırsan, Allah'ın yolunda düz sabit qədəm ol. Sonra buyurur, fətəzillə qədəmu bə'də subutiha. Buyurur, məbada sizin İslamı və o əməli deyir, əməl yolunda olduğunuz halda ayağınız möhkəmləndiyindən sonra deyir, sonra titrəməsindir. Və la təzillu. Bəzən bir yerə gedəndə, bir dik olan bir yerdə, hündür olan bir yerdə insanın asılı olmuyor. Adam öz müvazinətini itirir, elə, çünki hündürdür. Elə, deyir ki, əhd peyman ki məndən bağladın, sonra o yerdə ki sən imtihan olunursan və yaxud o yerdə ki sən qalırsan Allahla şeytan arasında və sənə o imkan verilib ki sən Allahla bir ol və sən şeytan tərəfə, naxələf tərəfə getməyəsən, o zaman ki Allahla bağladığın o əhd ki bağlamısan, müsəlman çətinliyə düşüb birdən sürüşməsin ayağın, sürüşmə ha məbada deyir. Bize tapşırır, sürüşme. Bizim için deyir onu. Ki biz sürüşmeyək. Ne güzel bize buyurur. Her bir şeyi detalıyla, her bir şeyi güzelliğiyle, her bir şey açıqlayır bizim için. Qoyur bizim için ki yol gösterir bizim için. Bu yolla git. Bu yolun xilası, axırı xilasdır. Bu yolun əvvəli də gözəldir, ortası da gözəldir, axırı da gözəldir. Sen o yolla müsəlman git. Mümin, sen o yolla git. O yolla geçsen nicatdır dünya ve ahiret. Allah Teala bizi o yolda, o düz olan yolda giden insanlardan karar versin inşallah. Ve tezuqus su'e bima sadettum an sabilillah. Güzel buyurur. Ve insanları Allah yolundan döndürdüğünüze göredir. Dünyada azabı tadacaksınız. Ve tezuqu. Tezuqu yani tadarsınız. Neye göre? Su'a, pisliğidir. Bima sedettum en sebilillah. Siz ki insanları yeryüzünde, yani Müslümanları düzgün olmayan bir yöne, Allah beğenmeyen bir tarafa apardığınız için, əməlləriniz ona hizmet ettiği için Allah Teala buyurur ki ya peygamber, o insanlara de, onlar bu dünyada onu tezuqu, tadacaklar. Bu dünyada tadacaklar, bu dünyada. Yaşayan bir vaxtdadır. Onları tadacaklardır. وَلَكُمْ عَذَابٌ عَظِيمٌ. Ve o sizler, o insanlar ki insanları Allah əhdindən qoparıb başka bir tarafa apararlar. Onlara zulm ederler. Onları tamamen Allah'ın beğenmediği bir tarafa apararlar. Deyir وَلَكُمْ عَذَابٌ عَظِيمٌ. Onlar için de kıyamet günü, yevmel kıyame, kıyamet günü azab, büyük bir azab vardır. Allah Teala her birimizi o azab gününden xilas eləsin. Ve sonra buyurur Nahl 95'te ve la teşteru bi ahdillah semenen qalilan. Ne olar deyir Müslüman, ve la teşteru bi ahdillah semenen qalilan. O ki Allahla Rabbinle bağlamısan o əhdi, onda düz ol. Onu bu dünya malına,
və yaxud da bu dünyada bir vəzifəyə, bir imkana, bir müvəqqəti bir həyata satma deyir. Müsəlman, satma onu. Satma deyir, satma. O ki bağlamısan Allah Teala ilə əhdi, o ki gəldi sənin qabağına haram, sən getmə ona. O ki gəldi ki başqa bir müminin, müsəlmanın haqqını yemək, sən ona getmə. Hətta sənə icazə vermir ki, sən kafirlə belə əlaqə bağlamısan, o əhdivi pozasan, pozma o əhdi. Həzrəti Muhammed el-Mustafa, Allahümme salli ala Muhammed və ali Muhammed. Mədinədə olanda Hüdeybiyyə kafirlərlə Hüdeybiyyə sülhünü elə ki Hüdeybiyyə sülhünü bərqərar etdi, imzaladı. İmzalandan sonra Əbu Cəndəl adında bir insan əlləri qandallı gəldi. Məkkədən qaçmışdı Mədinəyə. Bütün müsəlmanlar çox üzücü oldu onlar üçün ki müsəlman idi bu. Amma haqq olan Peyğəmbər dedi ki mən ki kafirlərlə o imzanı, yəni müqaviləni bağlamışam, mənim üçün çətin də olsa müqaviləyə əsasən sən qayıtmalısan. Qaytardı dala, Məkkəyə qaytardı. Deyib bu cür olmalı. Yəni həqiqətdir əzizlərim. Amma bu o demək deyil ki məni kafir, məni sevməyən, mənim əleyhimə olan, yəni müsəlmanın əleyhinə olan, torpağımın əleyhinə olan, mənim əqidəmin əleyhinə olan hər şey deməlidir, mən də baxmalıyam ona. Mən səbr etməliyim, yox, o səbr deyil. Bu o demək deyil, o mənada deyil. O tamam başqa bir şeydir, bu tamam bir başqa. Yəni hədd var, həddləri gərək aşmayasan və yaxud qarşı tərəfə qoymayasan sənin əleyhivə o cür işləri görməyə. Ona görə möhkəm olmaq lazımdır. Qur'andan yapışmaq lazımdır. Qur'anı öyrənmək lazımdır və Qur'an üzərində hərəkət etmək lazımdır. Savadlı olmaq lazımdır və elminlə, imanınla İslam'a və Allah'a xidmət eləmək lazımdır ki, əhdi pozmayasan. İnsan o cür olarsa, nə gözəl o insanın halına ki, insan nə qədər əhdini pozmasa, bir o qədər də onda təqva, gözəllik yaranacaq. Allah Teala bizim hər birimizi o təqvalı olanlardan qərar versin ki, bütün müsəlman aləmində bu təzahür etsin və digər müsəlman düşmənləri biz müsəlmanlara güc gələ bilməsinlər. Və ələl xüsusda müsəlmanların arasında o nifaq yaradan, təfriqə yaradan, başqa ölkələrin, başqa müsəlmandan olmayan dəyirmanlara su tökən müsəlmanlar, libası ki müsəlmandır, zahiri ki müsəlmanlardır, Allah Teala o cür müsəlmanların imkanın əllərindən alsın. Və onlara imkan verməsin ki, dünya müsəlmanlarını bir-birinə vursun. Və bu cür əlbəttə ki, inkişafda olsaq, bu cür həyatımızı sürə bilsək, nə xoş halımıza Allah Teala o cür olmağı bizim hər birimizə qismət qərar versin inşallah. Nəhl 96-da buyurur, Ma indakum yenfədu və ma indəllah baqin. Sənin nəyin varsa deyir, yenfədu. Müsəlman, mömin, insan, bəni Adəm, nəyin var? Cavanlıqdır, gedəcək deyir. Var və dövlətin varsa gedəcək deyir. Ailən varsa gedəcək deyir. Mülkün varsa gedəcək deyir. Bunu hamımız bilirsiniz. Ma indakum yenfədu. Nə varsa sizdə sizi boş buraxacaq. Siz tək gedəcəksiniz. Siz büküləcəksiniz, yuyulacaqsınız, əgər o da qismət olarsa, mənə qismət olarsa o. Kəfən məni bükərlər və məni o soyuq qəbrə, qaranlıq evə qoyacaqlar. Mənim hər nə qədər imkanım varsa, hər nə qədər mülküm varsa, hər nə qədər vəzifəm varsa və yaxud da yoxdursa da, Ma indakum yenfədu. Nəfəs var, bu nəfəs gedib gəlir, onu da səndən alaram. Bu göz görür, onu da alaram. Bu barmaq İşarə edir, onu da alaram. Bu dil danışır, alaram. Yenfədu. Qutaracaq. Daimi deyil. Heç özün də bilmirsən ki, haçan qutaracaq. Və sonra buyurur ki, və ma indəllah baqi. Amma Allahın yanında nə varsa o baqidir, qalandır, əbədidir. Yəni, o ki, əhd bağlamısan Allahla, əhdi Allahla bağlamısan, düz eləmirsən. Onda sabit qədəm qal. Hər nə mənə göndərirsən əməllərindən, xoş əməllərindən mənim üçün baqidir. Dünya və axirət, xüsusilə də axirətdə onun bəhrəsini görəcəksən sən.
Bu həyat adi bir insan, bəzən çoxlarımız deyir ki, bəzən o dünyadan bir xəbər gəlib, yaxşı əzizim, əgər 9 ay ana bətnində qalırıqsa, ondan bir xəbər heç birimizdə yoxdursa, bir an belə bizim zehnimizdən keçmirsə, heç bir şey bizim yaddaşımızda yoxdursa, hər şey yaddaşımızda silinibsə və o aləmi biz bu dünyada görürüz, başqa bir aləmdirsə, Allah Quranında buyurur ki, müsəlman, başqa bir aləm də var. O aləm əbədidir. Amma iki yer var, cənnət və cəhənnəm var. Sən bu dünyada, mən bu dünyada müvəqqətiyəm. Bu dünyanı yaxşı yaşamaq üçün Allah Teala bizim üçün mizan qoyub. Quran göndərib, Peyğəmbər göndərib, Əhl-i Beyt göndərib. O ki deyir ya, biz aşıq-ı Əliyik. Deyir ki, xanım Fatimə Zəhranın aşıqıyıq. Ona uyğun, onların həyatına uyğun həyatımızı keçirsək xoş halımıza. Yox, əgər yoxdursa, bizim üçün bir faydası yoxdur. O insan üçün bir faydası yoxdur. Sonra buyurur ki, وَلَنَزِيَنَّ الَّذ۪ينَ صَبَرُوا أَجْرَهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ deyir və səbr etmiş. وَلَنَزِيَنَّ الَّذ۪ينَ صَبَرُوا deyir, o insanlar ki səbr ediblər, deyir kəslər, çox gözəl əməlləri müqabilində gözəl bir əməl göstəriblər, əməl nümayiş ediblər. بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ mükafatlarını verəcəyik. Onların mükafatı olacaq. Allah Teala o mükafatlardan bizləri bir nəsib eləməsin inşallah. Və sonra buyurur 97-də Nəhəldə, Mən amilə salihan min zəkərin əv unsə və huvə müminun. Sizlərdən, istər qadınlardan olsun, istər kişilərdən olsun, salih əməl sahibləridirsə və huvə müminun. Onlardır mümin. Kimlər? Fərq etməz, qadın olsun, kişi olsun. Əməlü salihən. Salih əməl sahibləridir mümin. Salih əməl kim eləyir? Özü ilə Rəbbi arasında bağladığı o əhdə vəfa qılan, əhdin yanında olan. İnsan bu dünyada da başqası ilə, yəni öz ailəsi ilə, öz dostu ilə, qonşusu ilə bağladığı əhdi pozmamalıdır. İş yoldaşları ilə bağladığı əhdi pozmamalıdır. Olmaz. Gözəllik ondadır. Düzdür, insanın imtihanı var. İmtihan olunur insan. İnsan həyatda həmişə düz getmir, həmişə rahat getmir. Çətinlik olur. O çatışmamazlıq olur. Ən gözəl ləzzət və imtihan Qurana əsasən baxdıqda Peyğəmbərlərin həyatını oxuyanda o çətin anlarda Peyğəmbərin Allahla bir yerdə olmasıdır. Ürəyinin onun fikirlərindən bir döyünməsidir və hər zaman gecə olsun, gündüz olsun, xəstə olsun, sağlam olsun, müharibədə olsun, Allah mən sənnənəm. Allah mənə imkan vermə ki, bir an sənsiz qalam. Bu sözü Peyğəmbərlərdən eşidirik və bütün həyat və rəftarlarında onu biz görmüş oluruq. Həzrəti İbrahim əleyhissalamın Allah Teala ilə öz arasında bağladığı əhdin imtihanı olur. Nə zaman? O zaman ki İbrahim'i yaşlı bir vaxtda nə verir? İsmail'i verir, elə? İxtiyar vaxtında İsmail'i verir. Elə bu bir mükafat, Allah tərəfindən verilən bir mükafat. Sonra imtihan edir öz övladı ilə. Görün, mənlə bağladığı əhdə sadiqdir ya yox. Və İsmail'i də atası İbrahimlə imtihan edir, Allah edir. Görün, mənlə bağladığına, mənə inandığına sadiqdir ya yox. Həm İbrahim əleyhissalam o çətin dönəmdə səbr edir və Allahla bir olur, həm İsmail səbr edir, Allahla bir olur. Hər ikisi Allahla bir olduğu üçün və əhdlərini pozmadıqları üçün Allah Teala onlara nicat verir, elə? O nicatı bizim üçün də Allah Teala verəcək. Biz əhdimizi pozmasaq, biz tədirgin olmasaq, biz səbirli olsaq, səbirsizlik göstərməsək, o çətinlik gələndə, bəlkə də o çətinliyin əksər bir hissəsini həyatımızda keçirdiyimiz çətinlikləri özümüz üçün özümüz yaratmışıq. Əksər hissəsini özümüz yaratmışıq. Bir rəftarımıza görə, düzgün olmamağımıza görə, düz danışmamağımıza görə, gözəl, yaxşı ibadət, düz ibadət etməmədiyimizə görə, dilimiz Allahla olub, qəlbimiz başqa bir yerdə olduğu üçün, bunların hər biri səbəb olub ki, bu dünyada biz
Bəzən imtihanlarla rastlaşırıq və hər birimizin də özümüz üçün imtihanımız var. Və Allah Teala da buyurur ki, mən sizi yaratmışam imtihan üçün. Bu imtihanın bir hissəsi bu dünyadadır. O dünyanı qazanmaq üçün. Əgər o dünyanı qazanmaq üçün bu dünyada imtihanın var, insanların bəziləri narahat olur. Deyirsən, niyə narahat olursun? Kur'an'la bir yerde olmalısan. Allah için yaşamalısan. Yaşam tərzin Rabbin için, Xaliqin için olmalıdır. Her birimiz Rabbimiz ve Xaliqimiz için yaşasaq, xoş o insanın halına. Allah Teala o cür yaşam tərzini her birimize qismət eləsin. Məhz o cür insanlar Allah'ın yanında, dininin keşiğinde, əqidəsinin yanında ve insanlarla, cəmiyyətlə, toplumla rahat danışarlar, rahat olarlar, Allah'ın məhbubu olarlar. Allah Teala o güzelliği her birimize əta etsin ve her birimiz o şeyden naqis olmayaq bu dünyada ve Allah'ın bəyənən, seçilen insanlarından ola bilək. Ne hoş olar o cür ola, ilahi. O cür olmağı bizim her birimize qismət qərar verir. Sonra buyurur Nahl 97'de فَاِذَا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللّٰهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ. Bizim her birimize hara davet edir? Allah Teala bu ayette فَاِذَا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللّٰهِ. Eğer her bir Müslüman deyir Kur'an okuyacaksa ve öz kömək məqamın Allah'ın bilərsə, sonra bir Pəstəz billahi minəşşeytanirrəcim və şeytandan çəkilmiş olacaq, uzaqlaşmış olacaq. Şeytanın hükmü ona təsir etməyəcək. Çünki bu Allahla bir yerdədir. Bizə buyurur bu ayədə ki, mənim göndərdiyim Qur'an-ı Kərimə, ey ağıllı, ey yaşlı, ey cavan, ey müsəlman, ey Azərbaycanlı, Qur'anımı oxu. Mənim Qur'anımla bir ol. Və Allah deyir, hər bir yerə getsən, axırı gələcəksən buradadır. O hələ o yerə getməmiş, səhvlər buraxmamış, daha çox pis olmamış, daha çox pis cərgələrdə qərar tutmamış, bəzən də ola bilər ki, şeytan sənə elə bir əlini atacaq və öz səni tutacaq ki, hər istəyəcəksən ki, gələn ay, gələn gün qaydaram Allah'ın huzuruna və bağışlanmağımı diləyərəm. Bu cür olmaqla birə görərsən ki, Allah Teala mələyi Əzraili göndərdi və sənin qəbzi ruh etdi. Gec olacaq. Ona görə buyurur ki, فَاِذَا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللّٰهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ. Elə ki, Kur'an oxudun, Kur'anla bir yerdə oldun, Allah'la bir yerde oldun, sana şeytan nüfuz edebilmez. Perverdigar alem, seni an veririm celal ve izzetin hatirine. Şeytanı bizlerden uzak ele. İlahi onun şerrini bizden, ailelerimizden uzak ele. İlahi perverdigar alem, amin diyen dilleri məhşerde lal etme. Perverdigar alem, seni an veririm celal ve izzetin hatirine. Cümə günündə burada əyləşən qardaşlarımızla bir yerdə hər birinin bir niyyəti, bir hacəti, bir istəyi var. Bizim xanımlarımız, anabacılarımız, qız gəlinlərimiz, onların da əlləri sənin huzurunda qalxıb niyyətləri var, hacətləri var, şəri niyyətləri var. İlahi hər birinin hacət və niyyətini rəva olmasında hər birimizə kömək ol. İlahi bu cəmi bir-birinə mehriban qərar ver. İlahi pislikleri üzerimizden götür. Perverdigar alem şeytanı bizden ve ailelerimizden uzak karar ver. İlahi iltimas edenler var, kardeşlerimiz var, özleri için, balaları için, ya Rabbim Allah. Onların da iltimasları var, duaları var, hacetleri var. Onların reva olmasında her birine kömək ol yine. İlahi bizleri sahibe zaman aleyhisselamın əsgərlərindən karar ver. İlahi perverdigar alem onun zuhurun təcil qərar ver yine. Perverdigar alem Azərbaycanımızı sen özün koru. İlahi Azərbaycanda yaşayan Müslüman bazı ve kardeşlerimizin gün güzaranın yaxşı olmasında onlara kömək ol yine. Ruzilerin bol qərarı ver. İlahi onları digərlərinə möhtac qərar vermə. Perverdigar alem bizleri övladlarla imtihana çəkmə. İlahi perverdigar alem cavanlarımız ki bu dünya dağılır, her yerde müxtəlif cür bəlalar gün-bə-gün, saat-ba-saat, gece ve gündüz demeden artır. İlahi o bəlalardan korumak için bizlere ve onlara güc ver.
İlahi imanlarının kamil qərar ver. Pərverdigar aləm, vətən üçün, torpaq üçün, namus üçün vuruşan bizim şəhidlərimiz var, Abşehr şəhidlərimiz var. Onlar kişilik nümunəsini göstəriblər Azərbaycanda. Əsl kişi olmağı, əsl vətənpərvər olmağı, əsl ana sevməyi, vətəni sevməyi nümayiş etdiriblər. İlahi Pərverdigar aləm. Onların əksəriyyətləri bu məscidlərdə namaz qılanlar olublar. Allahu Ekber diyenler olublar. Gece namazını kılanlar olublar. Əhya gecelerinde bizden beraber dua eleyenler olublar. İlahi onları gani rahmet karar ver. İlahi Pərverdigar aləm. Onları peygamberlerle, Kərbela şəhidləriyle həmnişin karar ver. Pərverdigar aləm. Yaralı qazilərimiz var. Hiç yoktan onlara şifa ver. Onların ruzilerin bol karar ver. İlahi bu mescidin İnsanların sayının çoxalmasında ilahi her birine kömək ol ginen. Ruzilerin bol karar ver ginen. Ya Rabbim Allah sana an verirəm celal ve izzetin hatirine bu duaları bizden kabul eyle. Muhammed ve Ali Muhammed salavat-ı